Azərbaycanda olan o vaxt hakim dairələrdə olan qüvvələr, onlar da bəlkə hesab edirdilər ki, mən Azərbaycana lazımam. Ancaq görsənir ki, öz şəxsi məqamlarını əldən verməmək üçün, əldə etdiyi vəzifələrin əldən getməsinə qorxmaq üçün, ya nədən ötürü bilmirəm. Nədənsə məndən çox qorxurdular bu barədə. Ona görə də mənim Azərbaycana qayıtmağımı onlar çalışdılar təhrif etsinlər. Güya ki, mən yenidən vəzifə almaq üçün Azərbaycana gəlmişəm. Ancaq bu belə deyildi. Mən Azərbaycana qayıtdım birinci ona görə ki, Moskvada o devlət dairələri tərəfindən mənim orada yaşamağım üçün çox ağır şəraitlər yaranmışdır. Hətta mən demək olar ki, repressiya tədbirləri altında yaşayırdım. Düzdür, məni həbsxanaya atmamışlar, amma elə bir vəziyyətdəydi. Təzyiqlər altında yaşayırdım. İkinci orada mühit məni sıxırdı. Ona görə doğma torpaq, doğma hava, daha da doğma adamların içərisinə gəlmək arzusu məndə üstünlük götürürdü. Ona görə gəldim, bir də hesab elədim ki, bəlkə mən Azərbaycanın belə bir ağır devrində nəyəsə yarayaram. Ancaq buna imkan vermədilər.